Sual necə idi? Elə bil ki, sələf qardaşdır və ətrafda tutaq ki, təkvirçilər var, ixvanda var, özü sələfdir. Amma onlarla da münasibət sağlayır, onlarda da problem görmür. Bu artıq nədir? Biz qoyduq və artıq bu dediyimiz əsaslara bu ziddir. Yəni, əsasa ziddir ki, o artıq o əgər həm təkvirçidirsə, xavaricidirsə, o deməli nədir? Bidət əhlidir. Yəni, bu problemdir. Yəni, o qardaş yəni ki, Allahdan qorusun, o tutulmasın onlardan. İndi qovum əqrəbə nətəşdə belə qovumluğun əlaqəsini saxlamaq həddi var. Amma belə yəni, çəkinsin olmaz belə qədər. Bir də şahidi olduğumuz bir məsələ var, yəni şahid olduğumuz. Qardaşların bir cəmaat olaq, bir olaq, yəni bir yerdə olaq, cəmaatı dağıtmayaq, amma ətrafımızda problem deyil. Bir də onu saxlaya belə işdən belə qarışsın. Namazı görə yığışdırırlar. Elə bil ki, gördüyümüz, şahid olduğumuz məsələdir. Deyək ki, cəmaat olaq, bir olaq, yəni bu fakt budatdan özündən gələk, bir yerdə olaq. Yəni ətrafımızda təkvirçi də olsun, xavaric də olsun, ixvan da olsun, amma tək ki biz bir yerdə olaq. Dəli. Yox, bu qaraşdır. Bu qaraş deyir ki, yəni şahid olur, üstünə eşitləşməli tanınır. Yəni ki, nədir? Bir olaq. Fərqi yoxdur. İstəyir biri ixvan olsun, biri xavaric olsun, biri təkvirçi olsun, həm hizbi olsun, nə olsun, bir olaq. Yox, qaraş, belə bir qayda yoxdur. Allah qorusun bundan. Bu sələfliyin belə bir qaydası yoxdur, əlhəmdülillah. Biz yəni onları təkfir eləmirik, Allah sınır bu şeydən. Biz yəni insanlara hökm vermək üçün gəlməmişik. Allah Rasul s.ə.v Allah subhanətlə deyir ki, sən onlara haqqı çatdıran, düzdür və oradan çəkindirən birisisən. Biz isə nəyik? Qardaşlar, insanlara haqqı çatdırır. Allah Rasul s.ə.v çalışır yolun gedək. Hər birimizin üzərində vacibdir bu dəvət. Amma belə insanlarla bir yerdə olmaq, belə şey oldu, nə oldu da sələflikdən sən olmuşsun, nə fərqi nə oldu? İxvanlıq elə əsillə budur da. Ki, nədir? Hamımız bir yola, sufi ol, nə ol, bir yerdə olaq, nə vaxtı kimi, başa çatana kimi. Sonra isə bərqərar eləyərik öz əqidəmizi, öz mənhəzimizi. Elə şey mi olur? Əlhəmdülillah, bizdə yəni ki, qardaş, hamısı açıq aydındır, Rəbbimizə sonsuz fayda şükürlər olsun. Mənhəzimiz də bəllidir, əqidəmiz də bəllidir, Allah həmşükürlər olsun. Və bizim dinimizdəndir bu. Əsaslardandır ki, dövlət başçısı müsəlmandır, itaət edirsən. O vaxtda kimi sənə asiliyə çağırmır. Allah həmşükürlər olsun. Amma belə bir yerdə olmaq, bu Allah subhanətlə da şahiddir ki, bu yəni sələfin mənhəzinə qoyduqları yolun müxalifdir bu. Olmaz belə. Necə ola bilərsən sən onunla bir yerdə, sənin qanını halal görür, sənin məsələsinin malını halal görür, sənin, nə bilim, məhrəmini halal görür, subhanallah. Belə bir şey olar. Necə ola bilər o şey olsun? Biz bu belə sıravi adam görürsən, namaz qılən olsa, bilsə ki, yəni o kimsə onun nəyini halal görürsə, onunla süfrəsində buraxar onu. Sən necə ola bilər ki, özünə yəni nisbət edirsən bir sələfliyə, bir dindar insan kimi, helənçiklərini deyirsən ki, bir yerdə olaq. Olası bir şey deyil bu. Heç vaxt. Necə ola bilər? Olmaz. Bir şey ki, girirlər, vallahi Allah şahid, mən özüm yəni şahid olmuşam və görmüşəm, özüm şahid olaraq deyirəm ki, gözümlə görmüşəm, bir şey insanın əlində. Qarış, bunu haradan almışsan? Meçiddə. Deyir ki, girdim mağazinə götürdüm. Deyirəm, yəni girib oğradın. Deyir, yox, qaraq girdim götürdüm. Deyirəm, necə yəni, oğramaq necə olur? Yəni, deyirəm, halını aldım. Deyir, yox, girdim götürdüm. Deyirəm, necə? Deyir, kafirli nə soruşacam, deyir. Girdim götürdüm. Yəni, belə insan necə sən yəni ki, oturub dura bilərsən ki? Yəni, sən əgər oturub durursan onunla, yəni ki, bilirsən ki, nədir, dostunun dinindədir. Sənin xoşuna gələrmi səninlə elə müamilə olunsa sabahlarım? Əlbəttə ki, yox. Və ona görə də belə şeylə diqqət eləmək lazımdır. Həm də bu boyutda saqqalımız olsun, börtü belə özümüzü yəni zahirən kişilərə bənzədik, amma daxilən ona olaq yox. Elə şey olur, kişilər Allah subhanətlə vəsf verib Quran-ı Kərimdə. Ticarət demək olar mı? Valla ticarət belədir ki, yəni Allah Rasul s.ə.v belə götürən Yahudilərlə belə ticarət edibdir. Amma bəzi alimlər var ki, bəli, çəkindirirlər hətta belə, deyirlər, ixvanlardan belə alış-veriş eləmək olmaz. O belə, əlhəmdülillah, heç bir manəsi yoxdursa, alış-veriş elədin, bitdisə, bitdi. Amma müamilə qurulmaq şərti ilə. Bəli. Bəli. İnsanlar qələm İnsanlar qələm
yatarsa, ağlı başından çıxarsa və yaxud da huşunu itirərsə, belə 3 hal inşallah. Əsəbli o bir nətərdir. Yəni əsəbi düz o halda olmalı ki, həqiqi mənada yəni ki, nə ana ata bilmir. Belə də hətta belə o səviyyədə artıq. Hətta yəni, o səviyyə olsa, bəzi şeylər var ki, bəli üzürlü olar. O üzürlüdür. O halda çox dəyişək şəkildə də. Ona görə görürsünüz, yəni bir insan əgər əsəbləşirsə yerini dəyişsin. Düzdür, oturubsa dursun, durubsa otursun və yaxud yerisin, belə keçsin, dəstəmaz təzələsin. Belə. Bəli. Bir qardaş iftara dəvət olunub, iftara gedir. Yolda bir qardaş ona forma verir. Bizə bilir ki, iftar formanı və yaxud sunu açır. İftara çatır, həmin formanı deyir. İftar açır, sonra sürəyə. Bunun oradan hansı qazanır? Formanı verən yoxsa mən açarım. İnşallah hər birisi niyyətinə görə qazanır Allah'ın izniyle. Amma daha yaxşı olar ki, əlbəttə sən indi orada açma. Sağ ol, sən gəlsən yolda, düz indi qaraj sarıbsa yaxşıdır ki, vaxtına gəlmə. Ola bilər nəsə bir işdən əlaqədar, biz gəlirik indi yolda maşınımız yoxdur, sağ ol. Ola bilər ki, biz nəsə oldu, niyə necəksən ki, mən qaraj iftara sarıb deyəndə və elə bir sünnədir nədir? Yəni tezləşdirmək iftarı. Onun necə yolda sızacaqsan. Bu qaraj süfrə açdığına görə, sənə yedizliyinə görə ona savab yazılır Allah'ın izniyle. Belə kəfarə orucu bir kasıbı doyurmaq gedir. Tam doydurmaq yoxsa Yox, doydurmaq lazım. doydurmaq lazım. Bəli. Və iftar verəndə sadə iftar verir. Orada da doydurmaq gəlir yoxsa yüngül var bir dənə. Yaxşıdır ki, doydur. Orada da doydurmaq. Allah razı. O savaba nail olmaq üçün iftar elə bir ki, oruç tutanı doydurmaq lazımdır. Allahu Ekber, Allahu Ekber. Ya, şəriətdə yəni millətpərəstliyi yoxdur, olmaz. Yəni millətpərəstlik yəni nötr sən millətin halını sevə bilərsən, amma kimisi yanında öyünmək olmaz da belə, təkəbbürlənərək. Belə olmaz. Yəni mən filan millətdənəm deyə üzmüşəm. Yox, belə olmaz. Bəli. Biz təhlillik ki, bəli, müsəlmanıq, bir xalq olaraq Azərbaycanlıyıq, amma bizim məsələn kimisi yəni təkəbbürlənməyimiz, neynəməyiz, bu artıq yəni qadir hədisə. Allah Rəsulullah qınadığı hədisə. Moğolların arxasında durub ki, cənazə qılmaq olar, filan kişi olar, deyə belə, filan babanı çağırır, filan belə şey. Yox, cənazə namazıdır, həm dəstəmazı varsa, dəstəmaz alıb edirsə, nə olsa sən də özün məhrum eləmədi o savabdan. Əgər kimsə qıla bilirsə, icazə varsa, başqa imam və ya başqa bilədir. Yoxsa neyəcəksin də, özün məhrum eləmədi onunla. Yapıyaq ki, suala bir anda uyğun. Qardaş da sələfdir, like maqsızı telefonda lütfen qoyur xütbəsinin statusunda və yaxud da ki, təqdir fikrinə aid tələbənin xütbəsini qoyur. O necə yəni, o qorumalıdır özü, yoxsa cahilliklə lisədə necə deyə oxuyor? Amma bilirlər ki, bu təqdir fikrinə deyil. Olmaz qardaş, nətər sən onun dəvətini yaya bilərsən, olmaz axı. Biraz sakit olun lan. Ağzında sən təkfir fikirlidir və hansısa bir onun yazısıdır və ya səsidir, nəyidir. O bizdən hansısa bir söz deyib düzdür, ya təsir etdiği sözdür. O demək deyil ki, onu qoymalısın statusuna, yaymalısın. O səbəb olacaq, yəni həmən söhbətdə. Nəyə görə? Bir böyük başqasına fitnə atsan, qapatsın. Yaxşı deyək, yəni fitnə liğa edir, yəni artıq fitnə başqasına olur. Yəni sonra o Ciron saytına, başlayır silsilə dərslərinə qulaq və s. Sonra biliyorsun, azır taşır insan. Bir də, Allah bilir o ki, istər o bidətdir, başda olan köhnə dövrdə oxumuşlar idi, falan idi. İndi elə bir oxumuş da yoxdur ki, güclü o dəvət eləsin. Onlar var mümkün dövrdə güclü Bidətçilər. Yox, bizdən söhbət Azərbaycandan gedir. Əlbəttə ki, var, niyə yoxdur ki, var, niyə yoxdur? Gün içində fakt var. Yox, böyük şəhərlərdə deyirəm, da Külab, Qalabağcı şəhər. Mən də valla sizdə bilmirəm, amma sizdə də var, niyə yoxdur ki? Yəni, bilirsin nətər, indi hərəsinin bir növü var da, elə insan var ki, aşkar məhsin edir, eləsə var gizli edir. Onun eləməni toxunmaq istəyirəm. Gizli edir. Gizli edir. Misal üçün, baxın, Allah Rasulullah s.ə.və
artıq hüccət olaraq üzbəyiz gəlib danışmağa qadir deyirlər müşriklər. Neynirlərdir? Başı da neynəmək? Söz gəzdirmək onun barəsində. Allah Rəsulullah biri deyirdi kahindir, biri deyirdi sehirbazdır, biri deyirdi məcnundur. Bununla neynirlər? İnsanları Allah Rəsulullah çəkindirirlər. Düzdürmü? Çünki insan görürsən, haqqa dəvət edir, misalı deyirlər, filan yeri işləyəndir. Belə deyirlər, hökumətə işləyir, əmən imtihanda işləyir, adlar qoyurlar bura, subhanallah. Halbuki, əlhəmdülillah, hər birimizin borcumuzdur ki, bu ölkədə yaşayırıqsa, əlhəmdülillah, bu belə deyək, bu qəbahətli bir iş deyil. Əksinə, bu xoşa gələn bir iş ki, sən bilirsənsə ki, sənin ölkənə, sənin millətinə, sənin qonşuna, kimdən təhlükə gəlir? Bir din təhlükədir də qardaş. Sən o yəni ki, o hər bir şəxsin borcudur ki, onu yəni ki, lazım olan yerə xəbər versin. Bununla yəni burada nə bizim dinimiz, nə də ki, heç bir şeyin burada yəni ziddiyyəti yoxdur. Amma görürsən, insanın neyirlər, yəni adlar qoyurlar. Niyə görə ki, sən o insandan uzaqlaşırsan yavaş-yavaş. Və yaxud da neyir, başçılığa can atır, və yaxud da neyir, başqa-başqa adlar qoyur, və yaxud da nə elmsizdir. Subhanallah, bir insan əgərəm artıq danışırsa belənçiyinə ki, məndə elm var, məndə filan şey, məndə belə şey var, bu artıq o özü ilə onun cahilinə davet edir, subhanallah. Yəni, sən necə ola bilər ki, yəni o boyutda Xıdırdan, Musa Aleyhisselamın görüşündə, gəmidə olanda o belə deyir ki, yəni bilirsən, deyir, Allahın yəni ki, elmi və bizim insanların elmi nəyə bənzəyir? Dəniz və quşun dimdiyin ucunda götdüyü damcıya, bütün bəşəriyyətin bildiyi və dəniz də Allahın bildiyi. O deyir belə. Hətta ondan da bir hissək. Necə ki, bilirsiniz, yəni Loğman surəsində gəlir ki, 7 dəfə dəniz boşalıb, dolar. Və bütün ağaclar da ki, qələm olsa Allahın sözünü yazıb tutara bilməz. Necə ola bilər sən o şeyləri bilə-bilə özünü elm, deyirsən ki, mən elm sahibiyəm, elmim var. Alimlər heç bir şey demirlər. Bəziləri var, görürük də qarşı. İttiham edirlər kimlər zahirdə özlərini nəsə bilirlər. Gedib, misalsın, bir neçədən kitablar və bir neçə il alimlərin yanında oturmaqla artıq özləri nəsə hiss edirlər. Bu hamısı nədir? Bu elə o hilələrdir. O hilələrdir ki, haqdan insanı çaşdırmaq üçün, azdırmaq üçün. Var qardaşlar, hər bir yerdə var bu yollar və onlardan çəkinmək lazımdır. Və bunu da çəkinmək üçün siz nə etməlisiniz? Yəni, harada olsun, elminizi artırmalısınız, biliyinizi bilməlisiniz. Və həmçində ki, bildiyiniz şeylərdə müzakirə etməlisiniz tələbələrdən. Əlhəmdülillah var, böyük tələbələrimiz var, böyük qardaşlarımız var. Onlardan misalsın, müzakirə edin, məşvərə edin. Ki, azmayasınız, saçmayasınız, əlhəmdülillah. Onsuz bilsən nətərdir? Sonra nə oldu? Tax ki, bax, müşriklərdən götürək. İnsanlar haqqı bildilər də, alimlər, bizim, bu da elədir. Geyin tezi var. Aililər insanlar, bilirlər. Nə olsun, nə vaxtda kimi insan bəziyəcəksən, nə vaxtda kimi gözəl məclislər verərək, insanların başını toğlasan və s. bir şeylərlə, gözəl dildən, gözəl sözdən. Bunda bir vaxtı var da. Sadəcə kim üçün, yəni o şəxslər üçün aqildir, axtarır haqqı, onlar əlhəmdə bəyan olacaq. Kim ki axtarmır, belə gedir o axardan, belə gedir. O demək deyil ki, orada hansı qardaşlar, misal üçün, qoşulublar hansı bir hizbilərə və yaxud nə, onlar hamısı onlardan. Yox, qardaşlar, orada bizim qardaşlarımız var, hansılar ki, məsələsini bilmirlər, belə onunla gedir. Yəni, hissələri ilə elə görürsən, belə biz indi ümrəyə gedirik və səfər yoldaşı ol, görürsən ki, insanlar həqiqi mənada heç nə bilmirlər. Yəni, elə belə göstərsən elə onlar dediyinlə qamət, misası və yaxud da azı ilə görürsən də qamət qardaşı da deyirlər, bizim qardaşı bilər. Amma nətər o bilmir, fərqləndirə bilmir onu, heç bir şey bilmir. Belə qardaşlar da var, əlhəmdülillah. Həqiqi mənada belə qardaşlar artıq olanda heç nə bilmirlərsə, sıravi qardaşdırsa, yəni onlar əlhəmdülillah o sayılmır. Onlar yəni nədir? Onlar əlhəmdülillah sıravi insandır. Onların yəni salam kəsilmir. Onlar yəni uzaqlaşdırılmır. Bəli. Allah daha doğrusunu bilir. Yəni bu aynı məsələdir var. Yəni bu gələn bir şeyləri deyir ki, 30'a tamamlamaq məsələsi. Bu məsələ alimdir, yox hərbidir. Yox, həcüzdür. O acırlarım ay görünməzdir, ona aid. Məsələn, 29, bizdə məsələn təqvimdə nə 28 yoxdur, nə də ki 31 yoxdur. 29 artıq baxırlar, ay görüntüsü, deməli, 30 günü elan olunur və bayram. Gün içində bilsən nətəri qardaş, biz yəni onu görməyə bilərik, o demək deyil. Əlhəmdülillah, gün içində inkişaf edir elm. Onu da görürlər, əlhəmdülillah, cihazlardan, böyle təyin edirlər Allah həmişdə. Biz dövlətlə gedirik. Bu da nədir? Bu ən gözəl bir amildir. Sən Azərbaycandasansa, deməli Azərbaycanla gedəcəksən. Əgər Saudiyyədəsən, Saudiyyələ gedəcəksən.
Sən eləsən, misal üçün, bəziləri kimi 2 gündən sonra bayram eləyəcəklər. Çünki bizdən birinci gün sonra tutublar, misal. O problemdir, qardaş. Böyük problemə düşürsən. Cəmaatdan olmasan artıq. Bu özü elə bir nədir, müxalifçilikdir. Şimdi sabahınca cəmaatın əksəriyyət bayram edir. Düzdür mü? 2-3 nəfər düşür ortaya ki, mən ayı görməmişəm belə, mən get ayı. Olası şey deyil. Hər bir sünnədə, hər bir sələfin qoyduğu qaydaları xeyir var bizim üçün. Odur da sən və tə, nə başçıya eşitdik və ona itaət eləmək. Başçı təyin edib ki, biz 30-cu bayramdır. Müxalif deyil şəriətə. Müxalif deyil. Düzdür, 29 gündə, 28 desiydi ki, 28-29 bayram da, onda artıq sən eləməyəcəksin. Çünki 28 təqvimdə yoxdur. Və yaxud deyirsiniz ki, 31-idir, 31 gün tamamlayasın, onda yenə tabi olmayacaqsın. Amma əlhəmdülillah biz şükürlər olsun Rəbbimizə, müxalifçilik deyil və biz ona görə eşitir və taat edir. Allah daha doğrusu. Onların dediyinə görə, onların tutduğuna görə, onlar Allah bilir, qardaş, Allah bilir doğrusu. Nə, onların soruşmaq lazım. Allah bərəkət versin. Amin cümləmizdən. Namazdan sonra. Namazdan sonra.